ümumiyyətlə insanın iman və inancı ilə bağlı olan ən çətin mövzu nədir? Sual. Hamımıza deyirəm. Nəyə iman gətirmək çətindir? Eşitirsiniz məni? Nəyə? Allaha var, o asandır, fitrətin deyir. Qiyamət, biraz düşünürsən, deyirsən, bu boyda aləm boş yaranmaz, o da asandır. Nübüvvət, biraz o yan, bu yan, biraz düşünmək, bəlli, mustad, başa düşürsən ki, Allah bu boyda aləmi yaradıb, başlı başına bıraxan deyil. Bilirsiniz, nəyə iman gətirmək çətindir? Ən çox çətin iman gətiriləsi mövzu budur ki, insan qeybi yardımlara, ilahi vədlərə, Allahın köməyinə, Allahın köməyinin gələcəyinə olan iman bu bəzən çətin. Bu iman əhlində, həyatında var. İnanmır Allaha bəzən. Doğrudan kömək edəcək. Dəqiq deyirsən. Həyatı Allahlandır ya. Görə bilmir. Allahın əlini tapa bilmir həyatında. Qeybi yardımlara iman gətirmək çətindir.